İndi isə dəyərli izləyicilər, professor, tarixçi, alim, Milli Şuranın sədri Cəmil Həsənlinin Ümummilli Yaltaqlıq gününə həsr edilmiş ifşa yazısını sizə təqdim edəcəm. Bugün bizim ölkəmizdə Ümummilli Yaltaqlıq günüdür. Bütün mətbuat, televiziyalar, saytlar bugün yarışa çıxıb. Siyasi yaltaqlıq, avtoritarizm və totalitarizmin ayrılmaz atributudur. Biri elə yaltaqlanır, biri belə, biri də elə belə. İmtiyaz, fəxri ad, vəzifə, sədəqə almaq üçün bu günə fürsət kimi baxılır. Ölkədə yaltaqlıq yaradıcılıq formasına çevrilib. Rəsulzadənin ucaltdığı bayrağın altında oturub deyir, dövləti, parlamenti Heydər Əliyev yaradıb. Başqa birisi yazır ki, Heydər Əliyev dövlətin rəmzinə çevrilmiş ilk siyasi liderdir. Və sonda 70 il Heydər Əliyev də daxil olmaqla Sovet hökuməti kimə qarşı mübarizə aparıb və 30 ildə də aparmaqda davam edir. Bir elmlər doktoru yazır ki, 1969-82-ci illər Sovet imperiyası daxilində milli varlığın idrak məqamıdır. Adam başa düşmür və başa düşmək istəmir ki, 1971-ci ilin oktyabr plenumundakı məruzəsi ilə Heydər Əliyev 60-cı illərdə milli və mənəvi tərəqqi ilə bağlı nə olmuşdusa hamısının üstündən xətt çəkdi. Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, elmdə milli kimliyin daşıyıcılarına qarşı kəskin ittihamlar irəli sürüldü. Xəlil Rza, Sabir Əhmədov, Bir Cənub şəhərində filminin yaradıcı heyəti sosializm, realizmdən sapıntılarda, millətçilikdə, elmdə Ziya Bünyadov, Mahmud İsmailov, Süleyman Əliyarov, tarixi saxtalaşdırmaqda bəstəkar Musa Mirzəyev və akademiyanın müxbir üzvü Cümşüd Zülfüqarlı dinə loyal münasibətdə bir sıra ziyalı və vəzifəli şəxslər vəfat etmiş yaxınlarını dini qaydada dəfn etdiyinə görə Heydər Əliyevin məruzəsində kəskin partiya tənqidinə məruz qaldı. Axı bunlar tarixin danılmaz həqiqətləridir və bütün bunları necə 180 dərəcə tərsinə, efirdən millətə üfürmək olar? Baxıram çıxışlara. Bu yaltaqlıq yarışında Heydər Əliyevi güya ilk dəfə Azərbaycan dilini 1978-ci il konstitusiyasına salmağından əfsanələr uydururlar. Amma axı sənədlər var, protokollar, stenoqramlar var, tarix var. Bu qədər yalanları necə danışmaq olar? Axı həmin sənədlərdə Heydər Əliyev dəfələrlə deyib ki, Azərbaycanın dövlət dili rus dili olmalıdır. Bir deputat bugün Azərbaycan qəzetində yazır. Tədbirlərdə ana dilində danışan, konstitusiyada ana dilinin dövlət dili kimi təsbit olunmasına nail olan, şair və yazıçılarımızı repressiyalardan xilas edən ulu öndər milli kimliyimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün nə lazımsa hamısını etmişdi. Amma tarixə bir balaca ekskurs edəndə, qəzetlərə baxanda görürsən ki, Azərbaycana rəhbərlik etdiyi 13 ildə 1969-82-ci illərdə partiya və dövlət tədbirlərində özündən əvvəlki rəhbərlərdən fərqli olaraq Heydər Əliyev cəmisi 2 dəfə Azərbaycan dilində danışıb. Onun biri də İran İslam İnqilabı ilə bağlı Cənubi Azərbaycan fonunda Moskvanın təlimatı, Mərkəzi Komitənin beynəlxalq şöbəsinin təlimatı ilə. Ana dili isə konstitusiyaya 1956-cı ilin avqustunda əlavə edilmişdi. Ziyalıları repressiyadan qurtarmaq da uydurmadır. 1971-ci ilin oktyabr plenumundan sonra Mərkəzi Komitədən verilən gizli təlimata görə nəşriyyatlar Sabir Əhmədlinin Dünyanın Arşını romanını nəşrdən çıxardı. Xəlil Rızanın jurnal və qəzetlərə təqdim etdiyi şeirlər rus dilinə sətir tərcümə edilib Moskvaya göndərilirdi. Tarixçi Süleyman Əliyarovun müdafiə ərəfəsində olan doktorluq dissertasiyası ləğv edildi. Qobustan jurnalı türk sözləri işlətdiyinə görə kəskin tənqid edildi. Hərçənd ki, indi bütün bunlara qoruyucu tənqid tonu geyindirirlər. Heydər Əliyev 1969-cu ildə birinci katib olandan sonra Mərkəzi Komitənin təlimatı əsasında Respublika daxilində Mərkəzi Komitə ilə bütün yazışmalar kiçik istisnalarla rus dilinə keçirildi. Çıxışlarda tez-tez 1982-ci ildə Şuşada Vaqifin tədbirinin keçirilməsindən ağız dolusu danışılır. Bu yaxşıdır, amma axı həmin tədbirdən bir il əvvəl
1981-ci ilin iyun ayında Heydər Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağın statusu haqqında Konstitusiya qanunu qəbul edildi və muxtar vilayətə bir sıra əlavə imtiyazlar verildi. Vaqifin yubileyi də olub, bu da olub. Əliyevlərin idarəçiliyi dövründə hər şeyi Heydər Əliyevin adı ilə bağlamaq, onu ölkə tarixinin Herodotu adlandırmaq artıq ideoloji istiqamətə çevrilir. Bəla burasındadır ki, buna tarixi saxtalaşdırmaq, olmayan şeyləri onun adına yazmaq, olanları tərsinə yozmaq yoluyla nail olmaq istəyirlər. Güya onun idarəçiliyi dövründə Azərbaycanda dissident yoxudur və güya o özü elə dissident idi. Hətta Milli Məclisin əli qələm tutan bir deputatı dünənki yazısında biraz da irəli gedərək yazır ki, Heydər Əliyev təbii ki, dissident siyasət yürütdüyünə görə 80-ci illərdə hakimiyyətdən uzaqlaşdırıldı. Görən Sovet Siyasi Bürosunda o hansı dissident siyasət idi? Axı absurdun da bir sərhədi olmalıdır. Ölkədə qəribə bir yanaşma formalaşır. KGB-nin sədri məth edilir, amma hamı ifşa etməyə agent axtarır. Əgər ötən əsrin 70-80-ci illərində Azərbaycanda dissident yoxdursa, 1975-ci ildə millətçilik ittihamı ilə həbs edilən Əbülfəz Elçibəy kim idi? Anti-Sovet düşüncəsinə görə bilavasitə Heydər Əliyevin dərkənarı ilə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən 1967-68-ci illərdə həbsdə yatan Rafiq Turabxanoğlu kim idi? Sosializm əleyhinə təbliğat apardığına görə 1978-ci ildə həbs edilib Bakı şəhər 2 saylı məhkəmə tibb psixiatriya dispanserinə salınan 9 il ruhi xəstə kimi Sovet psixkonslagerində müalicə olunan və adı dissident kimi Sovet dövründə beynəlxalq hesabatlara düşən Nadir Ağayev kim idi? Bir deputat da Azərbaycan qəzetində Heydər Əliyevin irsi kimi Azərbaycanın uğurlu sosial dövlət modelindən yazır. Lakin heç bir dövlət modeli olmadan qonşu Gürcüstan və Ermənistan vətəndaşlarının orta aylıq əmək haqqı və pensiyaların həcmi neft-qaz ölkəsi olan Azərbaycandan yüksəkdir və hər ikisi də sosial yardım kimi uşaq pulu da verirlər. Son illər ölkəmizdə tarixə total hücumlar, total saxtakarlıqlar baş alıb gedir. Bilən də danışır, bilməyən də tarixi təftiş edir. Yalanın biri bircə qəpikdən də dəyərsiz vəziyyətə düşüb. Kimin işi çətinə düşürsə, kimin sinəsi orden medal üçün qəribsiyirsə, kim vəzifə arzusu ilə qovrulursa, kim hakimiyyətdən sədəqə umursa, kim fəxri xiyabanda əbədi uyumaq istəyirsə, yapışır tarixdən. Yalan, yalaq, yaltaqlıq siyasi və ideoloji diskursa çevrilib. Birisinin uydurduğu yalan başqası üçün mənbəyə, istinad yerinə çevrilir və bununla da yalan tirajlanır. İndi ölkəmizdə tarix elə dırnaq arası yaradıcı, elə dırnaq arası akademik, elə ağla gəlməz forma və üsullarla saxtalaşdırılır ki, yaxın zamanlarda həqiqət anını tapmaq belə müşkül bir işə çevriləcək.